Salam əziz müdavimlər, xoş gördük sizi. Mən Aytəkin Rəsulova. Bu gün sizə müsahibəyə dəstək məqsədilə kiçik bir videomla qarşınızdayım. Yəni baxaq biz sizdən birinci bu suallarımıza görək müsahibədə nələr demək olmaz, kimlər kəsilir və yaxud da cavabı bilməsək biz nə cavab verməliyik. İlk öncə hamınıza bunu demək istəyirəm ki, müsahibə mərhələsindən qorxmayın. Müsahibə mərhələsində orada heç kəs sizi kəsmək üçün oturmayıb. Sadəcə orada ixtisas fənnindən kurikulum və psixologiya üzrə 3 şəxs əyləşir və sizə bunlarla bağlı sual verir. Hansı ki siz bəzi tələs suallarını keçsəniz, demək olar ki, müsahibədən keçə bilərsiniz. Baxaq indi görək biz sizə bunu deyək. Birinci, üçüncü sualdan başlayıram. Biz müsahibədə cavabı bilməsək, necə cavab verək? Baxın, müsahibədə hər hansı bir sualın cavabını bilməyəndə biz nə etməliyik? Bu zaman biz təbii ki, həyəcanlanmırıq. Yəni bilmirəm kimi söz demirik və yaxud da ki, mən sualın cavabını bilməyəndə əsməyə başlayıram, belə kimi hallar qarşılamırıq orada. Orada biz bu zaman deyirik ki, mən hazırda bu sualın cavabını bilmirəm, amma buradan çıxan kimi ilk işim araşdırmaq olacaq. Hətta bu sualın cavabını öz şagirdlərimlə, öz yaxınlarla bölüşəcəm ki, hamı belə bir sualın cavabını bilmiş olsun. Aydındır? Yəni həyəcanlanmırıq. Sadəcə bilmirəm, amma mən bunu araşdıracağam deyirik. İkinci, müsahibədə kimlər kəsilir? Müsahibədə kəsilənlər, bəzən misal gəlir ki, mənə mesaj gəlir ki, hicablı xanımlardır, hamilə qadınlardır, bunlar kəsilirmi? Xeyr. Müsahibədən kəsilənlər, bax indi bu ikinci sualım, birinci sualın ətrafında, yəni birinci sualdan çıxan sualdır. Müsahibədən kəsilənlər hazırlığın tərəfdarı olan müəllimlərdir. Hansı ki deyilir ki, sual verilir ki, hazırlıq keçirsinizmi? Ona görə deyirik ki, birincizə bir sual verilir. Nə demək olmaz? Hazırlıq keçdiyimizi demək olmaz. Xeyr, hazırlıq keçmirik. Çünki o zaman onlar düşünür ki, bu hazırlıq keçir. Onun gəlir mənbəyi var. Elə qoy bu yerə ehtiyacı olan gəlsin. Çünki hal-hazırdakı təhsilimizdəki birinci ilk iş ölkədə hazırlığın qarşısını almaq, hazırlığı minimuma endirməkdir və bunun üçün tədbirlər görülür. Ona görə də onların sanki birinci düşmanı hazırlıqdır. Sanki əllərində bir kağız verilib ki, kimlər kəsilsin, deyir, hə, hazırlıq keçən müəllimlər. Ona görə də əsla hazırlıq keçdiyimizi demirik və hazırlıq keçdiyini deyən müəllimlər kəsilir. Birinci nüansımız budur. Baxın, nə qədər gülərüz olsunlar da, səmimi olsalar da, əsla bu tələyə düşməyin. İkinci kimlər kəsilir? Dinlə bağlı sual veriləndə həddindən artıq çox dinlə bağlı nüanslara girib, dini çox qabardıb, dini orada müdafiə edib, sanki özünü qəhrəman elan edərlər. Baxın, mən özüm şükür Allaha müsəlmanam, mən heç kimə demirəm ki, siz dini müdafiə etməyin. Amma bizə orada 15 dəqiqəlik sadəcə müsahibədən keçmək lazımdır. Aydındır. Ona görə biz orada yəni dini müdafiə edib belə oradan dini kəlamlar deyib, Qurandan tutaq ki, ayələr gətirib başlayıb bu hallar. Biz orada özümüz bu eləmə deyilik. Biz sadəcə normal həm din və həm elm cəhətdən məhdud olan bir cavab verməliyik. Çünki sual veriləcək ki, hicabı nə üçün taxırsınız? Bu zaman bildiririk ki, hicab hər insanın özünün sərbəst seçimi var. Mənim də sərbəst seçimim, sərbəst geyim tərzim hicabdır. Mən buna görə hicab taxıram. Hicabdır, dindir, əmirdir, bu kimi sözləri deyib, orada sualdan cavab çıxartmaq lazım deyil. Sonra müsahibədən kimlər kəsilir? Sual verilir. Bax bu yenə bu birinci sualın davamı elə budur. Nə demək olmaz və kimlər kəsilir? Onlar kəsilir. Kimdir bunlar? Sual verilir. Keçən illəri bir müdavimi var idi. Keçilmişdi birinci nüansda. APS mərhələsində keçdi. Həmin xanıma bir 20 dəqiqə sual cavab eləmişdilər. Ən axırıncı sualları bu olmuşdu ki, sinifdə tutaq ki, şagirdlər dalaşır. Neyini yersiniz? Tez siz rəhbərini çağırarsınızmı? Direktor çağırarsınızmı? Xanım demişdi ki, bəli. Baxın 45 dəqiqəlik dərsdə bizdə fərqi yoxdur ki, kimin dərsi, hansı sinifin dərsidir. Biz o dərsdə sinif rəhbəriyik. Heç vaxt hər hansı bir halda o dəqiqə sinif rəhbərini, direktorunu çağırmağa cəhd etməyin, etməli deyil müəllim. Və yaxud da sizə müsahibədə sual veriləndə demək olmaz ki, elə mən axı işləmirəm. Və yaxud da ki, mən işə yeni başlamışam. Miqə gedən müəllimə belə elə sual verilir ki, sanki artıq o illərin təcrübəli müəllimidir. Yəni mən elə işləmirəm demək cavabı düzgün deyil. Və yaxud da ki, həmən bunu özüm həll edə bilmərəm. Mən direktor çağıraram, sinif rəhbəri çağıraram, düzgün deyil. Mən 45 dəqiqə dərsdə idarəçi özüməm. Mən özüm sinifdə hər hansı bir halları aradan qaldırmağa qadir bir müəlliməm. Bizim kurikulumda belə bir nüansımız var idi. Deyirik proaktiv müəlliməm. Deyirik mən proaktiv müəlliməm. Qaydam, prosedurum, gözləntim var. Mən özüm sinifdə bütün konfliktləri özüm həll edə bilərəm. Ümid edirəm ki, hər hansı bir konflikt halında, sinifdəki səs-küy halında mən heç vaxt gedib sinif rəhbərini yaxud da ki, direktoru çağırmaram. Özüm hər bir şey aradan qaldıra bilərəm. Amma o vaxt şagirdi sinif rəhbərini yaxud da direktorun yanına apararam ki, əgər mənfi hallar deyirsinizsə, İmtihar məktubu tapdığım zaman, şagirdin çantasından silah tapdığım zaman, narkotik və siqaret hallarında bəli, sinif rəhbəri və valideyninə, direktora xəbər vermək lazımdır. Amma digər hallarda müəllim gizliliyi pozub, özüm mən sinif idarə edə bilmirəm, gəl sən mənim yerimə idarə edici ol, deyə bir söz deyə bilməz. Aydındır? Bu da bizim birinci və ikinci sualımızın cavabıdır. Nələr demək olmaz? Hazırlıq keçdiyimizi, dinlə bağlı hər hansı bir təbliğatları və bir də mən özüm idarə edə bilmirəm. Gəl sən mənim yerimə sinif idarə elə, sən mənim şagirdlərimi sakitləşdir, başqasını çağırıb, özüm çünki edə bilmirəm. Onlar bəli kəsilir və onlar bunu deməli deyirlər.
İndi baxaq bizim sizdən söz verdiyim 5 psixologiya sualı, 5 dünya görüşü sualı və 5 kurikulum sualına. Baxaq indi ilk öncə biz sizdən kurikulum sualına bağlı. Baxın kurikulum sualı nə düşə bilər? Gedin buna bağlı nəsə araşdırma edin. Mütləq dərəcədə sual düşəcək sizə planlaşdırma ilə bağlı. Planlaşdırma nədir? Müəllimin hansı planları olur? Müəllim planı nə vaxt yazır? Biz bu zaman deyirik ki, iki cür planlaşmamız var. İllik və gündəlik planlaşdırma. İllik planlaşdırma perspektivdir, gündəlik planlaşma caridir. İllik planlaşma ilin əvvəlində yazılır, vaxtlar düzülür, aparıb imzalatdırırıq. Gündəlik planlaşmanı isə müəllim hər gün dəfə dərsdən qabaq hazırlamalıdır. Hətta müəllimin bir dərslə bağlı bir neçə planı olmalıdır. Mən planımı yazmışam bu gündəlik, amma getdim sinifdə tutaq ki, əvvəlcədən qurmuşam. Elektron lövhəyə dərs keçməliyəm, slayt qurmalıyam, amma getdim uşaqlar yanmır. O demək deyil ki, mən durub uşağa baxacağam, sinifdə üzdə baxacağıq bir-birimizə. Yox, o plan alınmadısa, mən hər an planımı dəyişməliyəm. Yəni müəllimin A, B və C planı olmalıdır. Sual düşə bilər sizə ki, bəs təhsil formaları hansılardır? Formal, informal və qeyri-formaldır. Kurikulumdan sual düşə bilər ki, interaktiv dərs nədir? İnteraktiv dərs müəllim və şagirdin qarşılıqlı ünsiyyətdə olduğu dərs sistemidir. Sual düşə bilər ki, sinifdə hansı iş üsullarından istifadə edirsiniz? Hamı öz səninə yoğun iş üsullarından at çəkə bilər, karuseldir, akvaryumdur, sinektikardır, sinkveyindir, bibödür, bunlar deyə bilərsiniz. Və yaxud da sual düşə bilər ki, sizə deməli, differensial təlim nədir? Differensial təlim müəllimin şagirdlərə fərdi yanaşdığı, hər bir şagirdi fərdi tanıdığı, şagirdin marağını, şagirdin arzusunu, şagirdin öyrənmə tərzini bildiyi təlim modeli bizdə deməli differensial təlim modelidir. Dünya görüşünə bağlı hansı suallar düşə bilər? Baxın, bunlar hədsiz çoxdur. Sadəcə mən sizə istiqamət vermək istəyirəm. Birinci növbədə Azərbaycanda baş verən yeni, ən son 2026-cı ildə baş verən hadisələrlə bağlı yazmalısınız. Məsələn, 2026-cı il nə ilidir bizdə? 2026-cı il bizdə memarlıq və şəhər salma ilidir. Sual düşə bilər bizdə ki, bəs COP29 nə idi? Üçüncü bir sualımız düşə bilər dünya görüşündən bağlı ki, Azərbaycanda bayrağın dizayneri kimdir? Bilirsiniz ki, Əlibək Hüseynzadə idi. Sual düşə bilər ki, Heydər Əliyev hansı illərdə hakimiyyətdə olmuşdur? Azərbaycan indiyə qədər neçə prezidenti olmuşdur? Sual düşə bilər dünya görüşündən bağlı ki, sizə bəs Trampın yol layihəsi nədir? Sual düşə bilər ki, əsl müqaviləsi hansıdır? Pakistan, Hindistan, Türkiyə, Amerika, bunlar haqqında məlumatlar düşə bilər sizə. Azərbaycan xeyriyyəçiləri haqqında sual düşə bilər sizə. Bax, dünya görüşündən bağlı bu sualları araşdırmalısınız mütləq dərəcədə. Yəni mən burada sizə durub nəyisə desəm qalacaq. Onsuz da yetərincə bununla bağlı ödənişsiz sizə mən məlumatlar paylaşıram. Məsələn, sual bu gün hətta satmışdım mən belə bir şey. Deyirdik ki, Azərbaycan xeyriyyəçilərindən kim var? Məsəl üçün deyə bilərsiniz ki, Hacı Zeynalabdin Tağıyevi misal göstərə bilərsiniz. Musa Nağıyevi deyə bilərsiniz xeyriyyəçilərimizdən. Sonra da əsl müqaviləsi 1994-cü ildə imzalanmışdı. Heydər Əliyev tərəfindən sentyabrın hətta 20-sində neft sazişi idi. Sonra dünya görüşündən bağlı sizə sual çözəkli Azərbaycan qədim tarixindən bağlı, qədim dövlətlərindən bağlı, qurultaylardan bağlı, coğrafiyaya aid çaylar, şəhərlər, rayonlarımızdan bağlı suallar düşə bilər. Hər kəs mütləq öz rayonunun şəhəri və öz rayonu haqqında ətraflı məlumat əldə etməlidir. Hər kəs mütləq dərəcədə bir ən azı 2 kitab adı əzbərləyib o kitabın süjet xəttini bilməlidir dünya görüşündən bağlı. Baxaq biz sizdən indi psixologiyaya aid suallara yenə deyirəm. Mən sizə burada maksimum dərəcədə kömək etməyə çalışıram. Deməyin ki, niyə tez danışırsınız, niyə onu dediniz, niyə bunu demədiniz. Onsuz da yetərincə mən sizə dediyim nüansları siz saxlayıb gedib araşdırma eləsəz, nə qədər siz məlumat əldə edəcəksiniz. Sonra psixologiyaya bağlı suallar. Psixologiya ilə bağlı sual düşə bilər sizə ki, tutaq ki, şagird hər dərsə getişir, nə edərsiniz? Bu zaman cavab verə bilərik ki, mən əgər yaxşı müəlliməmsə, mənim onsuz da sinifdə prosedurum var. Şagird dərsə gecikən zaman şagird sakitcə keçib yerində əyləşir. Amma uşaq hər dəfə geciksə artıq mən şagirddən təbii ki, bunun səbəbini soruşaram və artıq uşağa bildirirəm gecikmək yəni olmaz. Həm gözləntimiz var, həm prosedurumuz var, həm qaydamız var. Və əgər bu mütəmadi hal olarsa artıq mən şagirdin valideyninə xəbər verirəm ki, sizin övladınız hər dərs gecikir. Buna bir tədbir görərik. Sonra sual düşə bilər ki, şagird sizdən yuxarı qiymət istəyir. Deyir ki, mənə yuxarı qiymət verməsəniz, evdə məni danlayacaqlar. Verərsinizmi? O zaman bildiririk ki, mən şagirdə qiymətin verilən yox, qiymətin özünün çalışıb qazanılıb ala biləcəyi bir rey olduğunu uşağa izah edirəm. Mən uşağa bildirirəm ki, əsas qiymət yox, əsas sənin çalışmağın, sənin bacarığın, sənin cəhdlərindir. Mən sənin cəhdlərini belə görürəm, uşağa bildirirəm və həm də uşağa bildirirəm ki, yəni həm uşaqdan başqa o valideynlərlə də mən danışa bilərəm ki, uşağı qiymətə görə sıxmaq lazım deyil. Uşaq üçün əsas qiymət yox, əsas onun cəhdləridir və mən uşağa kiçik irəliləşlərini artıq onun alqışlayaraq, kiçik ona yaxşı şeylər verərək, onun qiymətlə bağlı ruhlandıraram, stimullaşdıraram və öz inamını artıraram və artıq şagird daha yaxşı qiymətləri alar. Amma həm uşaqla, həm valideynlə danışmaq mütləqdir. Məsələn, sual düşə bilər sizə ki,
Şagird sinifdə ağlamağa başlayır və yaxud şagird özünə qapanır və yaxud da ki, şagird heç kimlə ünsiyyət qurmur. Bu zaman nə edərsiniz? Təbii ki, müəllim olaraq mən şagirdə dəstəkləyici ümid göstərərəm, onu fərdi yanıma çağırıram, nə baş verdiyini soruşaram, ona dəstək olmağa çalışıram. Problemi varsa, əgər aradan qaldıra bilərəmsə, aradan qaldırmağa çalışıram ki, şagird məyus olmasın. Sonra sual düşə bilər bizə dərs zamanı ki, şagird səhvinizi tutur, bu zaman nə edərsiniz? Bu zaman bildiririk ki, əgər şagird səhvində haqqıdırsa, mən səhvi boynuma alıram, şagirdə minnətdarlığımı bildirirəm ki, sağ ol ki, sən diqqətlisən səhvini tutursan və şagirdlərə müəllimin də robot olmadığını, müəllimin də səhv edə biləcək imkanının olmasını, müəllimin də daima səhvlərindən öyrəndiyini və şagirdə izah etməyə çalışıram və şagirdə bu diqqətinə görə yenə də təşəkkür edirəm. Amma əgər uşaq haqsızdırsa, şagirdə yenə də bildirirəm ki, yəni onun səhvi hardadır, nəyi səhvlər kimi tutub, mən uşağa yenə bunu bildirirəm və ona deyirəm ki, yəni əslində müəllimin də hər zaman səhvi ola bilər. Müəllim də robot deyil, müəllim də ensiklopediya deyil. Buraxma səhv edib öz səhvlərimdən öyrənə bilərəm. Amma bu səfər yəni sən düz fikirləşmirsən də mən səhv eləməmişəm. Uşağa bunu təbii ki, etik çərçivə daxilində bildirmək lazımdır. Belə bu mənim sizə müsahibə ilə bağlı kiçik bir dəstək videomdur. Söz verdim və məncə tutdum. Ümid edirəm ki, hər kəs üçün faydalı olacaqdır.